Hamıya salam, YouTube kanalıma xoş gəlmisiniz. Bugün yeni bir mövzu müzakirə etmək istəyirəm, amma ondan öncə biraz özümü təqdim edim ki, məni tanımırsa, adım Ayseldir və mən valideynlik və şəxsi inkişaf üzrə koçam. Çoxunuz məni Instagramdan tanıyırsınız, amma tanımayanlar üçün Instagram səhifəmi qeyd edəcəm. Əgər istəsəz, bu videodan sonra izləməyi buyurub izləyə bilərsiniz. Bugünkü mövzumuz düşüncə tərzi haqqında olacaq. Hansından ki, mən də illər öncə əziyyət çəkmişəm və bir neçə il bundan əvvəl bir kitab oxuyandan sonra düşüncə tərzim dəyişdi və indiyə kimi daha yaxşıdır, amma hələ də üstündə işləyirəm. Bu kitab Carol Dweck'in Düşüncə tərzi haqqında, Düşüncə tərzi adlı bir kitabıdır və kitabda iki düşüncə tərzdən danışılır. Biri sabit düşüncə tərzidir. İkincisi isə ki, inkişaf yönümlü düşüncə tərzi. Sabit düşüncə tərzi olan insanlar necə olur? Mən də illər öncə sabit düşüncə tərzindəydim. Biz düşünürük ki, biz əgər hansısa bir sahədə yaxşıyıqsa, misal üçün mən düşünürdüm ki, mən dillərdə yaxşıyam, ingilis dilini, rus dilini və s. həmişə o yöndə işləyirdim və universitetə də qəbul olanda Dillər Universitetinə qəbul olub, ingilis dilində oxumuşdum. Çünki özümdə Amerikada oxumuşdum falan və düşünürdüm ki, bu sahədə mən güclüyəm və mən yalnız bu sahəyə aidəm kimi düşünürdüm. Amma hansısa başqa sahədə, yeni bir sahədə özümü cəhd eləmək, özümü yoxlamaq üçün belə içində əlbəttə ki, bir qorxu olur. Və mən bu kitabı oxuyandan sonra mənim düşüncə tərzim dəyişdi. Çünki o düşüncə tərzi hansı ki, düşünür ki, mən bacarmaram, burada məndə alınmayacaq, mən onsuz da başlasam da yarıda buraxacam, alınmayacaq düşüncə tərzidir. Mən bu sahəyə aid deyiləm. Bu daha çox sabit düşüncə tərzidir. Amma inkişaf yönümlü düşüncə tərzi olan insanlar düşünürlər ki, okey, mən bu sahədə hələ yaxşı deyiləm. Orada belə şəkilçi var, ingiliscə buna yet deyirlər. Azərbaycan tərcümə eləsək, hələ mən bu sahədə hələ yaxşı deyiləm, amma üstündə işləsəm, zəhmət çəksəm, bu sahədə mən daha yaxşı ola bilərəm. Belə düşüncə tərzli insanlar çətinlikdən qorxmurlar. Onlar çətinliyi görəndə, burada inkişaf var. Mən burada nəsə öyrənib inkişaf edə bilərəm, daha yaxşı ola bilərəm düşüncəsində olurlar. Amma sabit düşüncə tərzli insanlar isə ki, düşünürlər ki, çətinlik varsa, okey, mən arxaya çəkilməliyəm, çünki onsuz da bu məndə alınmayacaq. Yenə inkişaf yönümlü tərzdə düşünən insanlar səhv edəndə düşünürlər ki, okey, mən səhv etdimsə, okey, mənim burada səhvim hardadır və o səhvdən bir dərs çıxardırlar. Yəni səhv bərabərdir dərs nəsə öyrənməyə. Amma sabit düşüncə tərzli insanlar düşünürlər ki, okey, mən nəsə səhv etdimsə, gördün, bacarıqsızsan, səndə alınmır, axmaqsan, bir növ içdən özünü döyür, tənqid edir və o işi axıra kimi aparmır və yarıda buraxır, geri çəkilir. Əslində bu bizim mental sağlamlığımıza da çox ziyandır. Çünki biz özümüz haqqında get-gedə hər dəfəsində nəsə başlayırıqsa və alınmırsa, dayanırıqsa, geriyə çəkilirsə, daha da biz düşünməyə başlayırıq. Biz düşünürük ki, bizdə onsuz da alınmayacaq. Bizim özgüvənimiz bir növ aşağı düşür. Amma inkişaf yönümlü düşüncə tərzli olan insanlar üstlərində işləyirlər, gələn dəfə alındırırlar və özlərinə olan güvən də qalxır. Sabit düşüncə tərzi olan insan artıq əvvəldən bilir ki, onda alınmayacaq və bunu özünə də sübut edir. Misal üçün düşünürük ki, mən bacarıqsızam. Bu sahəni tutaq götürək, hansısa bir sahəyə əziyyət götürək də, mən burada bacarıqsızam, bilirsizəm. Bu düşüncə artıq, bu inanc burada var və biz işə başlayırıq, nəsə eləyirik və ilk səhvdən alınmırsa, atırıq və təzədən gəlirik bu düşüncəyə çıxırıq ki, gördün, onsuz da demişdim ki, mən bu sahədə bilirsizəm. Gördün, səndə alınmadı. Və belə bir döngü yaranır. Yenə bu, onsuz da səndə alınmayacaq düşüncəsi burada olur və sonra biz yenə də hansısa bir işə başlayırıq, hardasa çətinlik görürük, qorxuruq və bizim belə qoruma mexanizması işə düşür. Hardakı, okey, çətinlikdirsə getmə ora, özümüzü qorumağa çalışırıq və yenə də işi atırıq və yenə də eyni düşüncəyə gəlirik. Gördün, sən demişdin də başlama, onsuz da alınmayacaq. Və bu döngü belə üst-üstə təkrarlananda bizim özümüzə olan özgüvənimiz də aşağı düşür və
Özümüzə inanmırıq, gələn dəfə heç başlamırıq. Bəlkə də başlasaq alınacaqdı, amma heç başlamırıq. Düşünürük ki, səndə onsuz da alınan deyil. Bura misal üçün qadınlarda və ya hər bir insanda arıqlamaq da daxil edə bilərik. Misal üçün deyir ki, arıqlamaq istəyirəm, 5 kilo arıqlayacağam, başlayır, bir gün, 2 gün eləyir, sonra çətin gəlir, atır. Sonra ki, onsuz da dedim də arıqlaya bilməyəcəksən, səndə alınmayacaq, səndə budur. Sonra yenə gələn dəfə yenə başlayır, yenə də alınmır, çəkir özünü, yəni davam etmir, əziyyət çəkmir və zəhmət vermir ona, axıra kimi aparmır. Sonra da deyir ki, okey, gördün yenə alınmadı, yenə qayıtdıq bu ilk nöqtəyə və bu belə döngü kimi gedir və bu bizim doğrudan da mental sağlamlığımıza da təsir edir və biz özümüz haqqında çox aşağı düşünürük. Yəni səndə alınmayacaq, özgüvən düşür aşağı. Sabit düşüncə tərzi bizim qoruma mexanizmimizdir. Amma inkişaf yönümlü düşüncə tərzi bizi böyüdür. Ona görə inkişaf yönümlü düşünmək daha bizə müsbət təsir edir və bizim mental sağlamlığımıza da müsbət təsir edir. Çünki hər dəfə nəsə alınanda bizim bir növ bir boğçamız, aha bir dənə də alındı, gördün çalışdın bir dənə də alındı və o boğça dola-dola biz özümüzə də daha bacarıqlı görürük, daha özgüvənimiz də artır. Düşünürəm ki, sabit düşüncə tərzi bizə uşaqlıqdan gəlir. Bu ola bilər ki, bizim valideynlərimiz də sabit düşüncə tərzli insanlar olublar deyə biz də onlara baxıb o modeli götürmüşük onlardan. Ola bilər ki, valideynlərimiz biz hardasa səhv edəndə bir söz deyə bilərlər. Oy, sən necə axmaqsan, necə tupoysan, səndə onsuz da bu alınmırdı düşüncəsi bizə yedirilib və yaxud müəllimlər məktəbdə, bağçada hardasa bizə belə bir sözlər deyirlər və biz bunu belə yığmışıq ki, okey, bizdə onsuz da alınmır, bax gördün, yenə də göstər, praktikada göstərdi ki, səndə onsuz da alınmayacaq. Və bu düşüncə tərzindən qurtulmaq olar, amma bu çox uzun bir yoldur. Mən şəxsən bundan qurtulmaq üçün bir 6 il bundan əvvəl ilk dəfə mən bu Carol Dweck'in Mindset kitabını oxuyanda mənə belə bir təsir etdi və mən düşündüm ki, belə də olarmış və ondan sonra öz üzərimdə işləməyə başladım. Bir yerə qədər özüm gəldim. Sonra coachinga müraciət etdim. Coaching mənə çox kömək etdi. Sonra terapiyaya getdim və hələ də terapiyam davam edir və yenə də bu baxmayaraq ki, mən bu qədər üzərində işlədiyim və bu günə qədər də özüm də öz üzərimdə işləyirəm, özümdə sabit düşüncə tərzini tutanda təzədən özümü oradan çıxardım, belə inkişaf yönümlü düşüncə tərzinə yönləndirirəm. Amma yenə də o sabit düşüncə tərzinə düşmək çox asandır. Çünki bu illərlə bizdə olub və bizə çox rahatdır. O tərzdə düşünmək və o köhnə relsə düşmək çox bizə daha asandır. Çünki orada bizə çox zəhmət ehtiyac yoxdur. Görürük ki, çətinlik, okey, getdi, alınmadı. Görürük ki, alınmır, orada getdi, yenə də o köhnə düşüncəyə. Çox asandır. Amma özünü oradan dartıb çıxartmaq, dayanmaq, özünü çıxartmaq və inkişaf yönlü düşünmək bizim üçün hələ vərdiş halına keçməyib deyə bizə daha çətin gəlir. Ona görə də bu sahədə özünüzdə alınırsa, etmək özünüzdə eləyin, alınmırsa coachinga və yaxud terapiyaya gedin və orada sizə çoxlu köməklik göstəriləcək. Amma burada bir-iki məqam paylaşım, əgər coaching terapiyaya gedə bilmirsinizsə. Misal üçün siz özünüz haqqında düşünürsünüz ki, riyaziyyat məndə alınmır, riyaziyyatı mən bilmirəm. Ora özünüzü yadınıza salın ki, okey, mən bura bir hələ sözü yazacağam. Məndə riyaziyyat alınmır hələ. Məndə hələ arıqlamaq alınmır. Amma bunu mən cəhd eləsəm, üstlərində getsəm və hansısa bir çətinlik görəndə arxaya çəkilməsəm, yenə də davam etsəm, bir ildən sonra baxacağam arxaya, deyəcəm, bir il ki, bundan Aysel necə idi, amma bugünkü Aysel necədir, gör bu bir il ərzində nə qədər sən inkişaf etmisən, qabağa getmisən və bu bir növ bizə yenə də daha çox özümüzə inamı gətirir. Və bundan sonra qarşımıza çıxan hansısa bir çətinlik olanda, hansısa bir yeni bir mövzu olanda, hansının üstündə işləməliyik, o bizə daha çox səndə alınar, sən əvvəllərdir bacarmısan düşüncəsi, bizə fikri gətirir, çıxarır. Uşaqlarla da valideynlik mövzusuna gəlib çıxanda çox vacibdir ki, sabit düşüncə tərzli uşaq böyütməyək, inkişaf yönümlü uşaq böyüdək. Yəni hansısa uşağımızda hər hansı bir şey alınmayanda daha yaxşı olar ki, səndə bu hələ alınmadı. Üstündən cəhd eləsən, əziyyət versən, zəhmət çəksən, işləsən, bu səndə daha yaxşı alınacaq
belə düşüncə tərzinə uşaqlarımızı yönəltdirsə daha yaxşı olar. Eyni zamanda da uşaqda nəsə alınanda belə görürsən necə ağıllısan, səndə alındı, bəxtin gətirdi. Bir də o dayanıqlı belə o fixed mindsetdə insan necə düşünür? Əgər nəsə alındısa, o deməkdir ki, sən sənin bəxtin gətirdi. Ona görə alındı. Sən bunun üzərində işlədin deyə alınmadı, bəxtin sadəcə olaraq gətirdi düşünürük. Və uşağa da bunu yönləndirəndə, yəni sən çox ağıllısan, ona görə səndə alındı, yox. Bax gör necə sən üzərində işlədin, nə qədər buna əziyyət, zəhmət, əmək verdin deyə səndə alındı. Bu düşüncədə yönləndirsə uşaqlarımızı daha yaxşı olar. Sizdə sual yarana bilər ki, biz hardan bilək ki, məndə sabit düşüncə tərzidir və yaxud inkişaf yönümlü düşüncə tərzidir. Əgər siz hardasa düşünürsünüz ki, səhv etdim və utanıram səhvimdən və yaxud sual verməyim, gülüncüklü görünərəm, nə deyərlər mənim haqqında, belə düşüncələr, yəni başqalarının fikri sizi çox maraqlandırırsa və utanırsınızsa hansısa səhvinizdən, bu daha çox sabit düşüncə tərzidir. Amma inkişaf yönümlü düşüncə tərzində insanlar deyirlər ki, okey, səhv etdim, mən bundan hansısa bir dərs aldım, öyrəndim deməkdir. Və yaxud hansısa çətinlik görəndə, sabit düşüncə tərzli insanlar tez arxaya çəkilirlər, çünki özlərini qoruyurlar ondan ki, çətindir, alınmaz birdən, öz gözümdə də düşərəm, bir də və başqalarının da gözündə düşərəm. Yəni qorxurlar, çəkilirlər çətinlikdən. Amma inkişaf yönümlü düşüncə tərzində olan insanlar çətinlik görəndə, burada inkişaf var, nə yaxşı, mən burada nəsə öyrənə bilərəm kimi, yəni qabağa getmək istəyirlər, elə düşünürlər. Və bir də sabit düşüncəli insanlar düşünürlər ki, bu məndə alınmır, mən yetərli deyirəm, mən bacarmaram. Amma inkişaf yönümlü düşüncə tərzli insanlar düşünürlər ki, bu məndə hələ alınmır. Mən əziyyət çəksəm, zəhmət çəksəm, əmək versəm, bu məndə alınar. Mən çalışsam, daha yaxşı ola bilərəm. Düşüncə tərzindədirlər. Bunları özünüzdə müqayisə etsəz, hansı situasiyada siz nə düşünürsünüz, necə yaşayırsınız həmin o situasiyaları, özünüzdə aid edə bilərsiniz ki, hansı düşüncə tərzinə aidsiniz. Bir də burada daha nə etmək olar sualına sizə kömək olsun deyə Carol Dweck'in Mindset kitabını oxuya bilərsiniz. Hansını ki, mən illər öncə oxudum və mənə o böyük müsbət təsir elədi. Eyni zamanda da Angela Duckworth'ın Grit adlı bir kitabı var. Biraz uzun yazılıb kitab. Ona görə biraz belə səbirli olmaq lazım bu kitabı oxuyanda. Amma belə общий məmanı ötürəndə çox maraqlı bir kitabdır. Onunla da başlaya bilərsiniz. O da sizi inkişafınıza kömək eləyə bilər. Və əlbəttə ki, əgər sizin özünüzdə bunu eləmək hələ alınmırsa, siz coachinga yaza bilərsiniz. Coaching seansları zamanı biz klientlərlə işləyirik və onlara sabit düşüncə tərzindən inkişaf yönümlü düşüncə tərzinə kökləndiririk və daha çox instrumentlər veririk ki, necə eləyə bilərsən. Buradan belə yox, bu tərzdə daha çox düşünmək və əlbəttə ki, bu insanın illərini alır və buna əmək vermək lazımdır, çalışmaq lazımdır bunun üzərində. Çünki əvvəldə dediyim kimi, o köhnə reyslərə düşmək çox asandır. Çünki biz ora öyrəşmişik, öyrəşdiyimizi etmək daha asandır. Ona görə hər zaman ora düşəndə nə edə bilərik ki, biz özümüzü oradan çıxaraq və yenə daha bu bizə müsbət təsiri olan, psixi sağlamlığımıza müsbət təsiri olan düşüncə tərzinə köklənə bilək. Bilirəm ki, burada verə biləcəklərim bu qədər olacaq bugün. Əgər hansısa bir mövzuda bu haqda sualınız varsa, şərhlərdə yaza bilərsiniz. Şərhlərdə də sizə geri dönüş edə bilərəm və yaxud Instagramda məni follow edə bilərsiniz. Orada direktə mesaj yaza bilərsiniz. Mesajınız çox uzundursa və onu şəxsi saxlamaq istəyirsinizsə, oraya yaza bilərsiniz və oradan da mən sizə kömək eləməyə çalışaram. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək.